Məlum məsələdir ki, qiyamət gününədək yer üzərində bəşəriyyət tarixinin üzləşəcəyi ən təhlükəli fitnə Məsih-i Dəccalın fitnəsidir. Lakin Allah Rəsulü sallallahu aleyhi və səlləm hədislərin birində bundan da qorxulu bir məsələni qeyd edir. Buyurur ki, sizə Məsih-i Dəccalın fitnəsindən daha qorxulu bir şey barədə xəbər verimmi? Deyirlər, bəli. Buyurur ki, gizli şirk. Yəni sən özün də bilmədən Allaha şərik qoşursan. Mahiyyətinə varmadan bir söz deyirsən, bir hərəkət edirsən və Allaha şərik qoşmuş olursan. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizlərdə şirk qarışqanın ayaqlarından daha gizlidir. Soruşurlar ki, ey Allahın Rəsulu, məgər şirk Allahın yaradan olduğunu bilə-bilə başqasını ona tay tutmaq deyilmi? Peyğəmbər sallallahu aleyhi və səlləm cavab verir ki, canım əlində olan Allaha and olsun ki, sizlərdə şirk qarışqanın ayaqlarından daha gizlidir. Sonra da Rasulullah sallallahu aleyhi və səlləm bu problemin həllini bizlərə təqdim edir. Buyurur ki, sizlərə elə bir söz deyimmi ki, onu dediyiniz zaman Allah böyüklü, kiçikli, bütün növ şirkləri aradan qaldırsın? Deyirlər ki, bəli, ey Allahın Rəsulu. O da buyurur ki, deyirsiniz, Allahümme inni a'udhu bike en uşrike bike ve ana a'lem ve estağfiruke lima la a'lem. Allahım, bildiyim halda sənə şərik qoşmaqdan sənə sığınıram. Bilmədiklərimə görə də səndən bağışlanma diləyirəm.